Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-nin 10 çağı verilişindəsiniz. Qonağımız isə hüquq müdafiəçisi Novella xanım Cəfəroğludur. Novella xanım, xoş gördük. Mən sizə xoş gördüm. Çox şadım. Təzə ildən təzə işlərə başlamışsınız. Azərbaycanda çoxlu dəyişikliklər olacaqdır, mən hesab edirəm. Bu təzə ildə reformalar daha çox olacaq. Axırıncı prezidentin çıxışı ilə çox inamım vardı. Nətər o Qarabağı alıbdı, mən hesab edirəm ki, hələ də Azərbaycan içində böyük dəyişikliklər olacaq, reformalar olacaq və hüquqi dövlət quracağıq. Axırda ki, hüquqi dövlət quracağıq, inşallah. Novella xanım, hazırda dünyanın əsas diqqət mərkəzi İrandadır və İranda baş verən hadisələr bütün dünya gündəmini silkələyib. Soruşmaq istəyirik ki, İranda baş verən bu hadisələrin sonu nə ilə nəticələnəcək və sonda nələr olacaq, nələr baş verəcək? Bilirsiniz ki, atam Ərdəbildən olubdu. Onun üçün bu İran məsələsi mənim üçün çox yaxındır. Çox, deməli, maraqlıdır mənim üçün. Bu günləri İranda molla rejimi getməsə, mən deyirəm ki, bir Trump lazımdır ki, Xomeyni çıxardı buradan, o Maduro kimi çıxartsın, aparsın. Venezuela'da o Maduro, Trump'ın o Xomeyni çıxardıb Maduro kimi aparsın. Yəni, bircə onu gözləyirəm. O günləri belə bir sual verdilər. Dedim, valla çıxardar, amma deyəsən çox yerin altında oturubdu, onu çətindir çıxartmağa. Ancaq ondan sonra İranda nəsə dəyişiklik ola bilər. Novella xanım, amma burada bir məsələ də var ki, İran Venezuela deyil. Yəni, siz dedikləriniz o dərəcədə real görünməyə bilər. Bu günləri İranda o şaşlar vardı. Deyirsiniz, sözsüz ki, xarici dövlətlərin orada əlləri vardı. İran prosta belə durmuydu. Doğrudan da o deyirlər, milli hərəkat, nə bilim, nə, onlar ön plandadır, plandadır, axırıncıdır. Ən birinci onların sosial durumu doğrudan da çox pisləşibdir. İran həmişə özünü sərbəst yaşayan bir dövlət idi. İndi axır zamanlar doğrudan da çox ağırlaşıb. Deyirlər ki, İranın pulu ilə dolların arası çox şey olubdur. Yəni, o dollar, baxmayaraq ki, Amerikanı sevmirlər, amma öz pullarını, amma o dollarından müqayisə aparırlar. Millətin yaşayışı çox pis idi. Onun üçün küçələrə çıxıblar. O milli dirçəliş deyilən söz bəlkə sonra çıxar ortalığa. Yəni, Azərbaycanlarda elə bir gözlənti yoxdur? Yox, hələ ki yoxdur. Sadəcə olaraq həmən onun hesabına o məsələlər də çıxır. Məsələn, çıxır ki, kimlər istəyir ayrı dövlət qursun, Kürdlərin ayrı dövlət qurmağı ortalığa çıxır. Kiminsə marağındadır, deməli, xaricdən Kürdləri ortalığa çıxartsınlar. Ərəbin öz fikri var, siyasəti var. Azərbaycanlılar hələ ki, Azəri türklər, hələ ki, o qədər özünü aktiv göstərmirlər. Biz, məsələn, baxmayaraq ki, hakimiyyətdə çox vəzifələr bizim Azəri türklərin əlindədir. Bir prezidentdən başqa da onun ya yörəsidir. Amma onların nəsə reforma eləməyi, nəsə dəyişiklik eləməyi gəlir çıxır bu mollaların qanununa, şəriət qanunlarına. Qanun da orada əsas gedir də. Onun üçün də onların reformaları da heç bir əhmiyyət alınmır. Əlindən eləyə bilmir. O da eləyə bilmir heç nə. Bizim də müdaxiləmiz ora kəskin ola bilməz. Heç ola bilməz. Çünki siz bilirsiniz ki, biz elə vəziyyətdəyik ki, bizim ətrafımız hamısı düşməndir. Baxmayın, belə Rus bir tərəfdən, Rus İranın birdir. Gürcüstan yaxşı dövlətdir. Hələ ki, biz onlara neft göndəririk, nə eləyirik,
Onlar da bizə münasibətləri ancaq onun üstündədir. Yoxsa ömür billaha bizim orada qohumlarımız var idi. Həmişə Tatariko deyib bizə gün vermirdilər. Hə, elə bir şey deyirdilər. Mən sizə deyim ki, zamanında idi, çox adam mənə söyləyəcəkdi, ermənilər bizə daha yaxın idi gürcülərdən. Çünki gürcülər həmişə özlərini elita sayırdılar, yuxarıda sayırdılar. Bizi aşağılırdılar. Bir bizi yox, erməniləri də, hamını da aşağıdan sayırdılar. Elita kimi özlərini aparırdılar. Onun üçün də böyünləri bir Türkiyədir də bizim dostumuz. İran indiyə qədər də ermənilərin tərəfindədir. Onun üçün də bizim böyünləri müdaxilə edib İranda nəsə eləməyimiz heç mümkün deyil. Mən hesab edirəm, eləmərik də. Böyünləri qoymalıyıq, baxaq görək, bax bu cəryan hara gətirib çıxacaqdır. Sadəcə olaraq çox ürəyim ağrıyır o insanların vəhşicəsinə içəridə öldürülməyi. Yəni, o dəfə prezident, onların prezidenti dedi ki, bizə xaricdən insan lazımdır, biz özümüz içəridə bir-birimizi qıracağıq. Novel xanım, dekabrın 30-dan baş verən aksiyalarda yüzlərlə insanın öldürüldüyü deyilir. Və İranın hazırki molla rejimi bu qətliamın altından necə çıxa biləcək? Yəni, çıxa biləcəkmi ümumiyyətlə? Valla mənim fikrimcə bunların sözsüz ki, böyünləri istəyir şah rejimi gələ bilməz. O pəhləvilər də vardı. Bir də bu demokratik bir yönümlü insanlar gəlsinlər. Amma elə gəlsinlər ki, bu molla rejimini yox eləsinlər. Bircə onu gözləyirəm ki, müdaxilə də kənardan olmalıdır. İçəridən heç nə eləyə bilmirlər. Görün nə gündədirlər də. Bilirsən, bunların gücü o qədər, bilirsən, bu millətdə o qədər inandırıblar ki, hamısını, bir farslar deyil, hamısı, hansı millət orada yaşayır. Bu rejimə tabi olan millətdirlər. Onun üçün də Xomeyninin tərəfdaşı bu şeylərdən çoxdur. Açıq fikir olan, demokratik fikir olan, onlardan çoxdur. Onun gücü onlardan çoxdur. Kütlə təhsilsiz kütlədir. Onun üçün də onun tərəfindədir. Onun üçün də onun rejim... Xomeyni kim gətirdi ora? Fransa gətirməyibdi. Fransanın da öz istəkləri var orada. Böyünləri, Rusiyanın öz istəkləri var orada. Yəni bunların hamısı da buna müdaxilə edir. Xomeyniyə köməklik edirlər. Onun üçün də çox çətindir. Nəsə proqnoz verməyə doğrudan da çox çətindir ki, nə ola bilər. Sadəcə mən istəyərdim ki, əgər kimsə müdaxilə edirsə, ancaq Xomeyninin rejimini yox eləsin. Bu molla rejimi yox olsun. Molla rejimi yox olandan sonra valla özləri yol tapacaqlar, hər şey eləyəcəklər. Novel xanım, hazırda Güney Azərbaycanda prezident faktiki olaraq Məsud Pezeşkiyandır. Amma Məsud Pezeşkiyan xalqın yanındadır sanki. Yəni etirazçılara toxunulmamasını əmr eləyib. Əgər molla rejimi hakimiyyətdən gedərsə və bu rejim sıradan çıxarsa, Pezeşkiyan qalıb işləyə bilərmi, yoxsa Rıza Şah mı gələcək, başqaları mı gətiriləcək hakimiyyətə? Bununla bağlı nə düşünürsünüz? Şahın gəlməyi də, mən sizə deyim niyə? Çünki şah böyünləri, şah rejimi deyə bilmərəm, amma İranı bölməməkdən ötəri ki, məsələn, o birisi dövlətlər istəmirlər İranı bölünsün. Siriyanın, gördünüz də, Siriyanı toparladı, elədi, hamını öz, orada da çox ayrı-ayrı millətlər vardı. Bizimkilər də orada vardı. Onlara baxma, hamısını toparladı, dövləti saxladı. Böyünləri İranın parçalanmasını istəyən yoxdur. Nətər Rusiyanın parçalanmasını Trump istəmir. Trump yox, Amerika istəmir də. Böyünləri İranın da parçalanmasını heç kəs istəmir. Çünki savaş onda içəridə təzədən savaş olacaq. Onları idarə edə bilməyəcəklər. Hərəsi bir tərəfə çəkəcəkdir. Onun üçün də elə insan gəlməlidir ki, bu millətin hamısını birləşdirib bir yerdə İran dövləti deyən bir şeylə
dünyavi bir dövlət düzəldib, bizim də qonşuluğumuzda normal bir dövlət olsun. Çox adam deyir ki, Güney Azərbaycan, Quzey Azərbaycan birləşsin. O çox çəkəcək, o uzaqdadır. Onu mən görmürəm. İndi də heç istəmirəm, sözün düzü. Bugünkü gündə mən başa düşürəm sizin o, mən sizdən az istəmirəm oranın birləşməsini. Yenə deyirəm, atam Ərdəbillidir. Amma indi mümkün deyil. Yəni zamanı deyil indi. Zamanı deyil. Zaman deyil. Olacaqdır, sözsüz olacaqdır, amma indi yox. Çünki indi bu saat mən sizə deyim ki, Azərbaycanın böyüməsi ən yaxın dostlarımıza da sərf eləmir. Ən yaxın dostlarımıza. Bildiniz nə deyirəm? Azərbaycanın böyüməsi o qədər Qəbul eləmirlər. Qəbul eləmirlər, özün bilirsən onu. Onun üçün də zaman lazımdır bizə ki, böyünləri İranda normal dünyavi dövlət. Mobil xanım, Qərb nəşrləri bildirirlər ki, Rıza Pəhləvi, yəni Şahın oğlu İranda ayrıcı figurdur, nəinki birləşdirici. Və yeni namizəd kimi Nobel Sülh mükafatı laureatı, eyni zamanda Güney Azərbaycanlı olan Nərgiz Məhəmmədinin İran prezidenti olmasını təklifini irəli sürürlər. Sizcə demokratik, molla rejiminin olmadığı İranda bir qadın hakimiyyətə gələ bilərmi və Nərgiz Məhəmmədi növbəti İran prezidenti, İran rəhbəri ola bilərmi? Qadın olması, valla birinci, indi bu saat mən hər şeyə inanıram. Çünki Qarabağ məsələsində bizim ümid elədiyimiz, doğrudan da heç deyirdi ki, ancaq elə bir rayonu götürək, 2 rayonu götürək. Məsələn, indi o qədər 44 gündə Qarabağı almaq əgər olubdursa, niyə də olmasın İranda bu məsələ? Mən sizə bir dənə söz deyim. Siz o padşahın oğlu da elə mühitdə böyüyübdür, demokratik mühitdə böyüyübdür. Amerikada, Avropada böyüyübdür. O da o monarx kimin istəyir gəlsin, amma monarx kimin özünü apara bilməyəcəkdir. O deyirlər, padşah kimin apara bilməyəcəkdir. Bilir ki, çünki onun təhsili o tərəfdədir. İranda olmuşdur. Təhsili qıraqdadır. Yəni, o əgər dəstəkləyirsə bizim xanımı, onun dəstəsi ilə gəlir də deyəsən. Yox, əslində Nərgiz Məhəmmədinin hakimiyyətə gəlməsini Qərb istəyir. Yəni, belə bir iddianı Qərb nəşrləri ortaya atıb. Özünün istəyi ilə bağlı hər hansı bir məlumat yoxdur. Valla, mən istəyərdim ki, qadın olsun. Sözsüz ki, istəyərdim. Amma Peşkiyanı çox istəyirəm. Sizcə molla rejimi çökərsə və tamamilə tarixin arxivinə göndərilərsə, Pezeşkiyan prezident kimi qalacaqmı və fəaliyyətinə davam edəcəkmi? Ola bilər, çünki çox ağıllı insandır, çox onun o Qarabağda birinci bizim prezidentimiz xoş gəlməsən vətənə, o sözü çox xoşuma gəldi. Sonra da o dedi ki, bizə də bu Şuşada məndən Pakistanın o prezidentinə ki, bizə də ev ver. Yəni, bilirsən, öz vətəni kimi qəbul edir. Onun üçün də ona məhəbbətim çoxdur. Doğrudan da çox istəyirəm onu. Ola bilər, niyə də olmasın. Reformada, molla rejimi getsə, orada reformalar da ola bilər, millətin də hamısını birləşdirə bilərlər. Onun üçün deyirəm ki, orada millət çox qarışıqdır da, hamısı. Onun üçün bugünkü gündə o Güney məsələsini ortalığa atmaq heç də düzgün deyil. Biz köməkli eləməliyik. Nədən? Məsələn, dilimiz olsun orada, universitet olsun bizim, məktəblər olsun bizim dildə, ona köməkli eləyə bilərik. Peşkiyana hələ məsələlərdə köməkli eləyə bilərik. Amma onun o böyünləri qoymaq ki, biz Güney ilə birləşirik, onu Əbülfəz Elçi bəy doğrudan da o millətin ruhunu saxlamaqdan ötəri ki, biz böyük Azərbaycanıq. Səfəvi dövləti Azərbaycan qurubdur, İran qurmamışdı. Hətta Qızılbaşlar da dövlət qurmuşdular da, onlar da Azərbaycan qurmuşdular, onlar ayrı İran qurmamışdılar. Onun üçün olacaqdı, amma nə zaman onu
44 günlük müharibə kimin o da olacaq. Mobil xanım, bizə dəyərli vaxtınızı ayırdığınıza görə sizə təşəkkür edirik.